Ölkədə 1 yaşadək uşaqlar arasında ölüm hallarının sayı və səbəbləri açıqlanıb. Yenavaz.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Açıqlanan məlumata görə 2024-cü ildə Azərbaycanda 1 yaşadək ölən uşaqların sayı 1420 nəfər olub. Bu o deməkdir ki, doğulan hər 10.000 körpədən 276-sı 1 yaşına çatmadan vəfat edib. Ölüm hallarının sayı oğlan uşaqlar arasında daha çoxdur. Belə ki, 804 oğlan uşağı 1 yaşına çatmadan həyatını itirib. Nəticədə diri doğulan hər 10.000 oğlan uşağından 148-i 1 yaşına çatmadan ölüb. Qız uşaqlar arasında isə bu göstərici 128 olub. Ötən il diri doğulan 616 qız uşağı 1 yaşına çatmadan həyatını itirib. Ölümün əsas səbəbləri arasında perinatal dövrdə meydana çıxan hallar birinci yerdədir. Bildirilir ki, 735 uşaq bu səbəbdən həyatını itirib. Körpə ölümlərinə səbəb olan sonrakı əsas səbəblər tənəffüs sistemi xəstəlikləri, anadan gəlmə anomaliyalar və xromosom pozuntuları, sinir sistemi xəstəlikləri, həzm sistemi xəstəlikləri və bəzi infeksiyon xəstəlikləri olub. Bunlardan başqa il ərzində travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirindən 12, digər səbəblərdən isə 305 uşaq 1 yaşına çatmadan həyatını itirib.